Xoş gördük hamınızı, hörmətli dinləyicilər. Filmlərlə bağlı fikirlərimi bölüşməyə davam eləyirəm və bugünkü podkastda 7 dənə film haqqında danışacağam. Onlardan biri əslində film deyil, animasiyadır, amma ümumilikdə 7 iş haqqında istəyirəm öz fikrimi bildirim. Son bir neçə ay ərzində izlədiklərim arasındadılar və hər biri haqqında öz təəssüratlarım var. Başlamaq istədiyim film isə Valkyrie adlanır. Bu film haqqında mən çoxdan məlumatlı idim. Bryan Singer tərəfindən çəkilib. Baş rollarda olduqca belə tanınmış insanların adları var. Məsələn, Tom Cruise olduqca möhtəşəm bir performans sərgiləyib məncə. Başqa aktyorlar da var, hansı ki, ola bilər bəlkə normalda biz tam olaraq onların adını eşitmirik, amma bəlkə də üzdən tanıyırıq belə deyək. Terence Stamp'dir məsələn, Thomas Kretschmann'dir. Bəzi Alman əsilli aktyorlar var burada. Filmin mövzusu 44-cü il hadisələrinə gedir çıxır. 44-cü ildə 2-ci Dünya müharibəsi ərəfəsində Adolf Hitlerə qarşı qurulan bir plandan söhbət gedir burada və onun adı Valkyrie qoyulur. Və sui-qəsdən söhbət gedir, onun nəticəsindən söhbət gedir və çox maraqlı bir filmdir və düşünürəm ki, mən biraz araşdırdım bu filmi, gördüm ki, müəyyən qədər tarixi doğruluğu, tarixi yəni belə deyək də korrektliyi qoruyub saxlamağa çalışıblar. Düzdür, təbii ki, bu filmdir, bədii filmdir və ona görə də bir çox səhnələr, bir çox hissələr lazım olandan çox dramatikləşdirilib və bunsuz mümkün deyil adətən, amma yenə də mənə elə gəlir ki, bu mənim şəxsi fikrimdir ki, 70% tarixi hadisələrlə üst-üstə düşür. Burada bir neçə nəticəyə gəlmək olar bu film vasitəsilə. Yəni ilk növbədə bizim üçün ilk nəticə ondan ibarət ki, tarixən belə insanların, belə liderlərin daxildə istənmədiyi əslində açıq-aşkar olub və əməli nəticələrə də çalışıblar ki, onlar keçid eləsinlər. Lakin bu çox çətin bir proses olduğuna görə bir çox hallarda bu uğursuzluğa səbəb olurdu. Filmin reytinqi kifayət qədər yüksəkdir düşünürəm, 7.1-də IMDb-də, amma bəlkə də biraz daha çox ola bilərdi. Filmin çəkilişi keyfiyyətlidir, kostyumlar, bütün dekorlar və s. hamısı yerindədir. Yəni olduqca insanı inandıra bilir. Təbii ki, məhdudluğu da hiss olunur. Yəni bir çox hallarda filmin əslində kifayət qədər məhdud çərçivəyə salındığı da hiss olunur. Memarlıq məsələsidir, filmin çəkildiyi bəzi məqamlardır, onun məhdudluğunu sanki ələ verir. Yəni hiss olunur ki, bəlkə də lazım olandan daha azını ediblər, çəkiliş komandası və s. Amma yenə də mən bu film haqqında düşünürəm ki, düşüncələrim böyükdür. Yəni düşüncələrim yüksəkdir. Amma filmin ən problemli yönlərindən biri odur ki, baş obraz General Stauffenberg öz planları haqqında sağda solda o qədər sərbəstcə danışır ki və gözləyir ki, sanki onu başa düşəcəklər və elə hər şey belə də olmalıdır. Bax bu ümumiyyətlə yanaşma filmin əhəmiyyətini və dəyərini olduqca azaldır. Çünki real həyatda təbii ki, bu belə ola bilməz. Bəzi filmlər var ki, onlar çox real həyatla uyğunlaşdırılmış formada çəkilir və bu onların çox böyük uğurudur əslində. Bu film elə deyil. Yəni bu filmdə siz bütün bu səhnələri izləyərək, lazım gələndə də müəyyən tarixi məlumatları əldə edərək, amma reallıqdan çox uzaq formada sanki bir dövrə nəzər salırsınız. Yəni bu belə şeylər, yəni bu formada ola bilməz. Bir kimsə əgər kiməsə qarşı plan qurursa, deyək ki, ya bu hərbiçidirsə, ya generaldısa, ya kimdirsə və bunu açıq-aşkar formada orada-burada deyirsə, müəyyən qruplaşmalar, gecələr olduqca böyük qruplaşmalar yığışıb müəyyən müzakirələr aparırsa və bunun xüsusi xidmət orqanları tərəfindən eşidilmədiyini düşünürsə, bu absurddur yəni. Məsələn, Equilibrium filmi var, baş rolda Christian Bale-dir. Orada belə məqamlar çox ideal formada nəzərə alınıb. Adicə Matrixin özü gizlində necə deyək ki, mübarizə aparmaq olar
prinsiplərini çox daha yaxşı özündə ehtiva edə bilər. Ona görə bu Valkirinin əhəmiyyəti çox-çox belə deyək də aşağıdır o baxımdan, amma izləməyinə hər halda dəyər. İkinci film haqqında danışmaq istədiyim film deməli Kingdom of Heaven adlanır. Kingdom of Heaven, mən bu film haqqında əslində çoxdan məlumatlı idim və müəyyən səhnələrini izləmişdim. Ridley Scott tərəfindən çəkilib. Martin Hancock, Michael Sheen, müxtəlif burada adlar var. David Thewlis. Yəni çox yaxşı burada aktyor kontingenti var. Orlando Bloom baş roldadır. Nikolay Coster-Waldau belə burada iştirak eləyir. Yəni gördüyünüz kimi burada aktyor heyəti çox yaxşıdır, rejissor çox məşhurdur. IMDb reytinqi 7.3-dür. Lakin yenə də bu filmlə bağlı düşünürəm ki, 7.3 əslində bəlkə də biraz aşağı çıxır. Filmin uzunluğu biraz çoxdur, düzdür. Uzun bir film sayılır. Çoxdan da belə uzun film izləmirdim. Amma istənilən halda Qüdsü anlamaq, səlib yürüşünü anlamaq, bəzi tarixi məsələlərə yenidən sanki müraciət eləmək baxımından film yaxşıdır. Burada da əslində Valkyrie filmdəki kimi tarixi dramatik hadisələrlə əvəzləyərək onu daha izlənməli formaya salıblar. Məcbur bunu eləmək lazımdır. Mən bunu qınamıram. Amma tarixi həqiqətlər burada da müəyyən qədər özünə uyğun formada necəsə formalaşıb. Pis deyil o baxımdan. Yaxşı səhnələr var, olduqca maraqlı yanaşmalar var. Müxtəlif sivilizasiyaların və kültürlərin bir-biri ilə münaqişəsini və dialoqunu çox yaxşı təsvir eləyir. Dövrün belə deyək də acı reallıqlarını çox yaxşı təsvir eləyə bilir. Avropanın şərqə olan yanaşmasını çox yaxşı təsvir eləyə bilir. Məsələn, o baxımdan mən açığın deyim filmdən çox şey öyrəndim. Amma filmlə bağlı çox maraqlı məqamlar var ki, əslində biz həmin məqamlara toxunanda filmin necə zəif bir iş olduğunu görmüş oluruq. Bu zarafat deyil. Yəni məsələn deyək ki, çox sadə bir şey, əsas obraz, Orlando Bloom'un ifa elədiyi əsas obraz bütün film boyu heç bir, yəni simasında, çöhrəsində heç bir emosional bir ifadə olmadı. Ancaq elə daş kimi, soyuq bir daş kimi müəyyən bir sifəti var idi və nə sevindi, nə kədərləndi. Çox dəhşətli dərəcədə, yəni o baxımdan mən narazı qaldım bu məsələdən. Orlando Bloom ümumiyyətlə yaxşı bir aktyordur, istedadlıdır. Onun obrazı çox əxlaqlıdır, prinsipləri var, gözəldir və s. gözəl insandır və s. Amma bunun emosional yönlərini biz görmədik. Bu məncə o qədər də yaxşı bir şey deyil. Ümumiyyətlə texniki və məntiq səhvləri var filmdə. Məsələn, orada Kral Baldwin cüzzam xəstəsidir və bu çox yoluxucu bir xəstəlikdir və insanlar onun əlini öpür, nə bilim, maskasına toxunur və sonradan biz onlar haqqında heç bir məlumat əldə eləmirik. Yəni bu normal bir şey deyil. Həmin dövrdə belə insanlar çox yaxşı bilirdilər ki, cüzzam yəni belə deyək də yoluxucu xəstəlikdir və o insanların yaxınlığına getmək olmaz. Döyüş səhnələri çox primitiv alınıb məncə bəzən, çünki onlar tez başlayıb tez də bitir. Romantik münasibətlərin əks olunduğu səhnələr məncə bu nə bilim lazım olandan çox romantikləşdirilmiş bir şeylərdir və qəribəliklər çox deyə bilirsiniz. Yəni bunu bəlkə də qısa müddət ərzində izah eləyə bilməyəcəm. Və yaxud da Orlando Bloom'un obrazı qəza keçirdir gəmidə və sonradan o sağ qalır. Çox böyük bir okeanda, dənizdə, bir də onun atı sağ qalır. Yəni bunun baş vermə ehtimalı çox aşağıdır əslində, amma bu filmdir. Hər halda biz bununla barışmalı olacağıq. Eyni formada əsas obraz filmin əvvəlində göstərilir ki, bu dəmirçidir və sadə kənd həyatı yaşayır. Onun döyüş sənəti ilə bağlı çox da böyük məlumatı yoxdur. Onun lider olmaqla bağlı təcrübəsi yoxdur və heç istəyi də yoxdur yeri gələndə. Amma necəsə bu baş verir və sanki belə də olmalı idi. Bilirsiniz, bu biraz məntiq xətasıdır. Belə şeylər real həyatda olmur, amma yaxşı olar ki, filmlər real həyatın prinsiplərini özündə daşısınlar. Bu çox vacib məsələdir. Yəni nə bilim, yəni belə məqamlar var ki, mən qeyd eləyərdim ki, onları gördükcə və yaxud da bir səhnə var, səhrada o bir ərəb şeyxlə və yaxud da rəhbərlə görüşür. O həmin rəhbərin belə deyək, sadəcə bir dənə can güdəni var. Onlar dalaşırlar necəsə, bir-birini öldürmək istəyirlər. Sonra
hər şey yaxşı olur. Yəni bu uydurma və şişirtmə, mübaliğə tipli şeylərdir. Bir qədər filmin əhəmiyyətini azaltdı, amma filmin məncə çox böyük əhəmiyyəti var idi, tarixi bəzi şeyləri öyrənməkdən ötürü. Amma öz-özlüyündə yaxşı film hesab eləyirəm, izləməyinə dəyər. Bir digər film Panın Labirintidir. Eyni aqibəti bu film də yaşadı məndə. Yəni nə baxımdan deməli Kingdom of Heaven kimi mən də bu filmin bəzi səhnələrini izləmişdim və bu filmi mən əslində izləmişəm. Çox əvvəllər. Deyək ki, film özü 2006-cı ilin istehsalıdır. Böyük ehtimal ki, mən bunu təzə çıxan ərəfədə 2009-2010-cu illərdə rus dilində hardasa izləmişəm. Sadəcə üstündən çox zaman keçib və mənasını da unutmuşam, süjetini də unutmuşam. Bu baxımdan qərara gəldim ki, rejissoru Guillermo del Toro olan bu filmi yenidən izləyim və görüm bu deyildiyi qədər yaxşı bir filmdirmi? Çünki əksər hallarda hamı film haqqında çox böyük təəssüratlarla danışır. Və filmi izlədim, gördüm ki, bəli, film olduqca maraqlıdır, amma inandırım ki, bu film haqqında mənim düşüncələrim son səhnələrdə çox dəyişdi. Yəni film əsnasında başqa şeylər düşünürdüm film haqqında. Sonuna çatanda birmənalı olaraq bu filmin çox qaranlıq, depressiv və inanın ki, mən bədii əsərləri çox nadir hallarda belə qiymətləndirirəm. Çox belə ağır film olduğunu başa düşdüm. Yəni burada bir gənc xanım, gənc bir qız uşağından söhbət gedir. Yenə də 44-cü ilin hadisələrindəndir, amma bu dəfə İspaniyada öz atasını itirib və ögey atası ilə yaşamağa məcburdur. Anası da onun belə deyək, növbəti ya qardaş və ya bacısını dünyaya gətirməyə hazırlaşır və hadisələr də burada münaqişələr üzərində qurulub. Yəni ögey ata qızı bəyənmir, onun olmasını istəmir. Ögey ata hərbiçidir və İspaniyadakı vətəndaş müharibəsində olduqca qanlı bir şəxsdir. Sergi Lopez ifa eləyir həmin rolu. Vidal roludur bu. Çox gözəl ifa eləyib rolu. Çox belə qəddar, belə deyək də, o qəddarlığı çox yaxşı ötürə bilib. Bunu hər aktyor bəlkə də eləyə bilməzdi. Çox təbii, çox yaxşı alınıb bu baxımdan. Razı qaldım. Amma filmin bəzi yerləri kifayət qədər sönük qaldı. Məncə bunun əsas səbəbi ondan ibarətdir ki, film fantastik elementlərin gündəlik həyata inteqrasiyasına çox zəif formada icra eləyib. Yəni mənim də zaten gözləntim burada o idi ki, filmi izləyərkən mən çox yaxşı formada fantastik elementlərlə reallığın bir-biri ilə kəsişdiyini görə bilim. Bu çox önəmli bir şeydir bədii əsərlərdə, amma bu filmdə o yaxşı alınmayıb və mənə çox təəccüblü gəlir ki, niyə görə bu filmin reytinqi bu qədər yüksəkdir? IMDb reytinqi 8.1-dir və mənə elə gəlir ki, yəni bu 8.2-dir daha doğrusu. Düzdür, mən özüm də yüksək qiymət verirəm bu filmə, bəyənirəm. Bu yetkin insanlar üçün çəkilmiş qaranlıq fantezi və ya fantastika janrıdır. Amma yenə də bəzi səhnələr var ki, hansı ki, çox izolyasiya olunmuş formada alınıb. Yəni yaxşı olardı ki, onlar inteqrasiya olsun. Və eləcə də bir neçə bir-birinə paralel süjetlər var ki, izləmək bəzən çətin olurdu onları. Bir tərəfdən vətəndaş müharibəsi gedir, bir tərəfdən orada müəyyən bir hərbiçinin və ya generalın şəxsi draması baş verir, bir tərəfdən gənc qızın draması baş verir, bir tərəfdən hansısa belə deyək də bilmədiyimiz bir sehirli bir dünyanın öz draması baş verir. Bax bu hər nə qədər populyar bir yanaşma olsa da, məncə burada belə bir janrın, belə bir yanaşmanın tələbi də çox yüksək olur ki, izləyici üçün hər şey aydın, açıq qalsın. Və kifayət qədər proqnozlaşdırıla bilən bir sonluğa doğru gedir axırda. Yəni film məni bu məyus elədi kifayət qədər. Yenə deyirəm, yüksək qiymət vermişəm, amma mənə çətindir anlamaq ki, niyə görə insanlar bunu bu qədər tərifləyir? Burada hər şey demək olar ki, ənənəvi şeylərdir. Yəni belə filmlər var, belə bədii əsərlər var. Bunun fərqli bir şey elədiyini mən düşünmürəm. Burada həm də İspaniyada hakimiyyətə gəlmək istəyən və ya hakimiyyətdə olan faşist rejimin çox belə primitiv təsviri də var. Mənə elə gəlir ki, bu məsələ də necəsə daha yaxşı təsvir olunsaydı bir qədər yaxşı olardı, amma elə deyil. Yenə deyirəm, filmin hazırlanma üslubu elədir ki,
Orada bütün bu balansı qorumaq o qədər də asan da olmayacaqdı. Ona görə də təəccüblənmirəm bir tərəfdən. 4-cü film Heretik adlanır. Film qorxu janrına aid edilir. Deməli, rejissorlar Scott Beck və Brian Woods'dur. IMDb reytinqi 7-dir və mənə elə gəlir ki, normaldır. 7 bu film üçün layiqli bir rəqəmdir və mən özüm də 7 vermişəm. Burada 2 dənə gənc xanımın, dindar gənc xanımın yaşlı bir kişinin evinə öz dini görüşlərini təbliğ etmək üçün missionerlik başqa sözlə getmələri və orada başlarına gələn hadisələrdən söhbət gedir. Yəni bu filmin məğzi və mənası kifayət qədər primitivdir. Sonlarında da biz görürük ki, əslində hər şey çox sadədir, amma ötürdüyü ümumi sətraltı məna çox yaxşıdır. O baxımdan ki, adətən bütün bu missionerlər öz dini görüşlərini təbliğ edən insanlar nə edirlər? Biz narahat edirlər. Düzdürmü? Biz otururuq öz evimizdə, onlar qapını döyürlər, gəlirlər və başlayırlar öz fikirlərini təbliğ eləməyə və əgər sən onlara qoşulursansa, olursansa yaxşı insan, qoşulmursansa düşmən olursan və s. və s. Yəni başqa sözlə həmişə müəyyən o din institutu insanları müəyyən mənada narahat eləyir. Həm müsbət, həm mənfi mənada. Film bunu çox yaxşı formada belə deyərdim, challenge eləyir. İngilis dilində çox yaxşı ifadə var. Yəni ona bu ideyaya çağırış edir. Yəni indi gəlin baxaq görək adi bir insan din institutunu challenge etsə nə baş verər? Və burada həmin obraz deməli Hugh Grant tərəfindən ifa olunub bu obraz, Mr. Reed. Mr. Reed, cənab Reed həmin xanımları öz evində əsir alaraq onlara müəyyən bir şeyi izah etməyə çalışır. Və böyük ehtimal ki, o seriyalı qatildir, yəni silsilə qatildir və ya qatil deyilsə belə bu insanın psixoloji problemləri var. Bu insan özü dəfələrlə film əsnasında bildirir ki, onun dinlə bağlı çox ciddi problemləri olub, keşməkeşli yolu olub. O başa düşməyə çalışır ki, din nədir, amma öz nəticəsi bundan ibarətdir ki, din tamamilə insanları idarə etmək üçün olan bir şeydir və orada səmimilik yoxdur və s. Yəni filmin obrazı belə düşünür. Ona görə də sonda biz çox ağrılı, acılı bir münaqişədən söhbət gedir. Mən çox spoiler verməyəcəm, amma bir səhnə var ki, çox təsirli səhnə idi. Sonda xanımlardan biri dua edir və Mr. Reed, cənab Reed çalışır o duanı dayandırsın. Bu səhnəyə mən baxanda bir şey başa düşdüm ki, cənab Reed əslində hər nə qədər uzaq düşsə də dindar məsələlərdən, din məsələlərindən, dua məsələlərindən və s. əslində qəlbinin dərinliyində və ya şuuraltısında hələ də çox sadə bir insan vərdişini etməyi əslində istəyir. Sadəcə onunla mübarizə aparıb çalışıb ki, özündən uzaq tutsun və s. və s. Bu filmin baxımından əhəmiyyəti mənim üçün bu oldu. Bəyəndim, yaxşıdır, amma çox mükəmməl də deyil. Digər film Causeway adlanır. Bu film deməli Lila Neubauer tərəfindən çəkilib. IMDb reytinqi 6.6-dır. Jennifer Lawrence başroldadır. Və bir xanım veterandan söhbət gedir. Əfqanistanda döyüşüb gəlib və sivil dünyaya, mülki həyata, inteqrasiyada problemlər yaşayır. Təkcə psixoloji problemlər deyil, burada həm də fiziki problemlər, sağlamlıq problemlərindən söhbət gedir. Mən özüm filmi elə 5-6 bal civarı dəyərləndirirəm, çünki mövzu olduqca ənənəvi mövzudur. Belə filmlər çoxdur və bu film heç bir yenilik eləmir. Sadəcə bəzi məsələlərdə ola bilər ki, üstünlüyü var, yəni yenidən bizim maraq dairəmizə gətirir mövzunu. Gender balansını qorumağa çalışır ki, təkcə kişilər yox, həm də qadınlar da müharibə veteranı kimi əziyyət çəkə bilirlər və gəlin baxaq görək əsas obraz olan Lindsay'nin hekayəsi nədir və s. və s. Kiçik bir Amerika şəhərciyində və ya qəsəbəsində baş verən hadisələrdən söhbət gedir, bir dostluq baş verir. Bu dostluq belə deyək, sonradan öz çətinliklərini yaşayır. Səhv eləmirəmsə James idi onun dostlaşdığı insanın adı. Və bu dostluq onlara bir-birlərini daha yaxşı tanımağa imkan verir. Yəni Lindsay həm özünü o James'in timsalında görür, James də o cümlədən özünü Lindsay'nin timsalında görür və bir-birlərini sanki kəşf eləməyə çalışırlar. Burada da mesaj çox sadədir.
İnsanın başına çox şey gələ bilər. Günün sonunda insana yenə insan lazımdır və məhz insan bütün problemlərdən digərini xilas edə bilir. Yəni şans, imkan həmişə var, onu görməyə çalışmaq lazımdır və s. Düzdürmü? Causeway Azərbaycan dilinə bilmirəm tam olaraq necə tərcümə eləmək olar bunu. Amma pis film deyil, yaxşıdır, izləmək olar. Amma yenə də deyim ki, izləməsəz belə çox bir şey itirmiş olmazsınız əgər mövzu çərçivəsində təcrübəniz varsa. Formula 1 Joseph Kosinski tərəfindən çəkilib, IMDb reytingi 7.7-dir. Mənə elə gəlir ki, bu daha yüksək idi əvvəllər, biraz düşdü son vaxtlar. Brad Pitt başroldadır. Javier Bardem də var burada. Yəni başqa aktyorların da adını çəkmək olar. Filmi mənə yaxın dostum məsləhət gördü. Dəfələrlə təkid elədi ki, izləyim. Mən Formula 1 həvəskarı deyiləm. Amma burada bir sürücünün hekayəsi sanki deməli təqdim olunur. Sonny Hayes adında sürücünün, pilotun daha doğrusu hekayəsi üzərində qurulmuş bir şeydir. O biraz qeyri-ənənəvi bir insandır, dəlisovdur. Tipik pilotluq təcrübəsi izləmir, intuisiyası çox güclüdür, görünməyən şeyləri görə bilir, onun ətrafındakı insanlara imkan daxilində çalışır ki, yaxşılıq eləsin, amma bu çox ləng baş verir və ağrılı baş verir. Bu baxımdan mənə elə gəlir ki, filmin spesifik səhnə, bu film elə bir filmdir ki, burada səhnələr, ayrıca səhnələr və vizual təcrübə önəmlidir. Yəni siz izləyirsiniz, burada Formula 1 maşınlarının necə hərəkət elədiyini, necə qəza elədiyini, necə uğur qazandığını görürsünüz və s. və s. Və bundan zövq alırsınızsa və ya yəni ya öncədən zövq almısınızsa və ya film çərçivəsində zövq alırsınızsa, film sizə yaxşı gələcək. Yəni deyəcəksiniz ki, hə, bu çox yaxşıdır. Yox, əgər bu mövzulardan uzaqsınızsa və filmdən də heç cürə film sizi inandıra bilmir ki, Formula 1 belə deyək də maraqlı, həyəcanlı bir şeydir, onda filmdən zövq ala bilməyəcəksiniz. Yəni məndə belə alındı ki, mən Formula 1 həvəskarı olmasam da, amma bu filmi çox bəyəndim. Çəkiliş keyfiyyətlidir, musiqi yəni bəstəkar işi çox möhtəşəm. Bəstəkar işi necə? Yəni hazır mahnılar istifadə olunub, amma onun montajı çox yaxşı alınıb. Spesifik səhnələr olurdu ki, xoş təsir edirdi və s. Yəni çox bu film haqqında uzun-uzun danışmağa ehtiyac yoxdur deyə düşünürəm. Vizual bir filmdir. Görüntü olaraq siz bunu bəyənəcəksinizsə bəyənəcəksiniz, bəyənməyəcəksinizsə heç nə. Yəni bu qədər sadədir. Luck, Uğur animasiya filmi. Bu belə deyək, mən çox təəccübləndim bunu izləyəndən sonra. Ona görə təəccübləndim ki, 6.4 IMDb reytingi mənə tam olaraq qəribə gəldi ki, necə olur ki, belə bir gözəl bir animasiya, maraqlı, əyləncəli, məzəli 6.4-ə layiq görülüb. Mən izləyəndə burada məsələ belə deyək, o bəxtsiz bir əsas obrazın sonradan necə çox belə qəribə bir sehirli bir dünyaya düşdüyünü və orada bəxt və uğur qazanmağın arxasında dayanan sirləri öyrəndiyini əks elətdiriblər və bu çox maraqlı bir yanaşmadır. Düzdür, bu daha çox bəlkə də aşağı yaş kateqoriyasına müraciət edən bir filmdir. Uşaqlar üçün bəlkə də bir filmdir. Çünki burada belə animasiya filmlərində bəzən biz görürük ki, reallıqla da uzlaşan məqamlar heç də az olmur, amma burada bu çox azdır. Amma yenə də yəni bunu izləyib çox belə maraqlı təəssüratlar yaşamaq mümkündür. Vizual olaraq çox yaxşıdır, ssenari çox yaxşıdır. Amma niyə görəsə mən çox arzulayardım ki, mənim vaxtım olsun və oturum deyək ki, buna aşağı bal vermiş insanların fikirlərini öyrənim və mən əminəm ki, onlar bir qədər tələbkar izləyicilərdir və yaxud da bəlkə də hansısa qüsurları məndən daha yaxşı görməyi bacarıblar. Amma açığını sizə deyim, Luck animasiyası mənə görə sadə bir animasiya olmağına baxmayaraq, yəni yaxşı bir vaxt keçirmək üçün kömək elədi. Yəni bilirsiniz, pozitiv emosiyaları ötürməyi bacardı. Yaxşı mesajları da var. Məsələn, kimsəsiz uşaqların qayğıya ehtiyac olduğunu göstərə bilir. Bəzən insanların heç də həmişə hər şeyi öz bilik və bacarıqları ilə əldə etmədiklərini də göstərə bilir. Düzdürmü? Bütün bunları nəzərə alanda görmək olur ki, bu animasiya filmi əslində müəyyən mesajları da ötürə bilir. Yəni bu baxımdan problem yoxdur.
Çəkilişi ilə bağlı yəqin ki, bəzi narazılıqlar ola bilər bəzi kəsimlərdə, amma mən o qədər də tələbkar birisi deyiləm ki, o məsələlərə oturub uzun-uzun şərh verim. Ümumi olaraq bu 7 film haqqında fikirlərimi bölüşdüm. Dinlədiyiniz üçün təşəkkür eləyirəm. Fikirləriniz varsa, bölüşmək istədiyiniz şeylər varsa, rəylərdə yaza bilərsiniz. Gələn görüşlərə dək çox sağ olun. Uğurlar.